Salam, hörmətli izləyicilərimiz. Bugünkü izahımız Azərbaycan dili fənni ilə bağlı olacaq. E, Videomuza başlamamışdan əvvəl kanalımıza abunə olmağı və videonu bəyənməyi də unutmayaq. Mövzumuz təsriflənməyən feillərlə bağlı bəzi qızıl qaydalarımız olacaq. Ümid edirəm ki, videomuzu bəyənəcəksiniz və abunə olacaqsınız. Ya Allah, başlayaq. Deməli, bilirik ki, feilin təsriflənməyən formaları məstər, feil istər və feili bağlamadır. Onlarla bağlı görək hansı qızıl qaydalarımız var. Birinci qızıl qaydamız odur ki, birinci məstərdir. Məstər həm feili, həm də ismi birləşmənin həm əsas, həm də as tərəfə kimi çıxış edə bilər. Başa düşdük. Yəni məstər həm ismi birləşmənin, həm də feili birləşmənin, həm aslı, həm də əsas tərəfi kimi çıxış edə bilər. Məsələn, sənin, misal yazaq, sənin yatmağın. Yatmağın. Bilirik ki, sözün kökü yatmaq, məstər, ındakı mənsub eşə keçir. Bilirik ki, bu nədir? Bir yerdə bilirik ki, bu nədir? İsmi birləşmədir. Üçüncü növ təyinli söz birləşməsi, yəni ismi birləşmədir. Bir də maq şəkilçisindən də bildik ki, bu nədir? Məstərdir. Deməli, ismi birləşmə, bildik ismi birləşmənin burada nədir? Birinci tərəf bilirik ki, asıl tərəf, ikinci tərəf əsas tərəf olur da. Gördüyümüz kimi birinci tərəfdə deməli aslı, ikinci tərəf isə əsas tərəfdir. Bildik ismi birləşmənin deməli burada nə oldu? Əsas tərəfi kimi çıxış etdi. İndi ikinci varianta baxaq. Yatmaq arzusu. Bu nədir? Bu da bilirik ki, nədir? Üçüncü növ yox, ikinci növ təyinli söz birləşməsi. Yəni nədir? İsmi birləşmədir. İsmi birləşməndə sözə baxaq. Yat sözün kökü maq, məstər şəkilçisi, arzu sözün kökü su da nədir? Bilirik mənsub şəkilçisi. Deməli bildik ki, bu da ismi birləşmədir. Birinci tərəf dediyimiz kimi aslı, ikinci tərəf əsas tərəfdir. Bəli. Burada da gördük, deməli maq şəkilçisi ilə məstər birinci tərəfdə çıxış edib. Deməli ismi birləşmə, söz birləşməsi də ismi birləşmədir. Deməli ismi birləşmənin aslı tərəfi kimi çıxış etdi. Bu yəqin ki, başa düşdük. Keçək növbətinə baxaq. Demişdik ki, həm də feili birləşmənin həm aslı, həm də əsas tərəfi kimi çıxış edə bilər. Məsələn, gözəl oxumaq. Yəqin ki, bildiniz, oxumaq sözdür. Deməli, bu nədir? Bilirik ki, ikinci tərəfdə məstər şəkilçisi söz gəlib. Deməli, bu nədir? Əsas tərəfdə məstər şəkilçisi söz varsa, feilin təsriflənməyən formalarının hansısa şəkilçisi varsa, bu birləşmə, yəni söz birləşməsi feili birləşmə olacaq. Bildiyi kimi, ikinci tərəfdə məstər gəlibdir. Deməli, bu nədir? Feili birləşmədir. Oxu sözün ki, maqda məstər şəkilçisi. Deməli, bu nədir? Bildik ki, gözəl oxumaq sözü bir yerdə nədir? Feili birləşmədir. Burada da birinci tərəf aslı, ikinci tərəf əsas tərəfdir. Bəli. Gördüyümüz kimi məstər feili birləşmənin əsas tərəfi kimi çıxış etdi. İndi növbəti sözə baxaq. Yatmağa hazırlaşarkən. Yəqin ki, bildik. Bu yatmağa hazırlaşarkən. Yəni belə yazılıbdır. Hazırlaşarkən. Bəli. Deməli sözün kökü yat sözün kökü, yatmaq, da bildik. Gördüyümüz kimi bu da ikinci tərəfdən deməli feili bağlama şəkilçisi gəlib. O kişi yatmağa hazırlaşarkən sözü nədir? Bütünlüklə bir yerdə nədir? Feili birləşmədir. Deməli birinci tərəfdə məstər şəkilçisi gəldiyi üçün, deməli aslı tərəfdə məstər şəkilçisi işlənir. Yəni qaydamız necə demişdik ki, məstər həm feili, həm də ismi birləşmə, həm aslı, həm də əsas tərəfi kimi çıxış edə bilər. Əsas tərəfi göstərdik, burada aslı tərəfdə gəlib. Deməli aslı tərəflər kimi çıxış edə bilər. Deməli fikrimizi sübut etdik. Sonra növbəti qaydamıza baxaq. Feili sifət də məstər kimi həm ismi, həm də feili birləşmənin həm aslı, həm də əsas tərəfi kimi çıxış edə bilər. Məsələn, necə olacaq? Məsələn, misal yazaq. Şagirdlərin oxuyanı.
Bildik, oxuyan yan şəkilçisi bir də oxu sözünün köküdür. Yan da feili bağlama feil hissə şəkilçisi, ı-dakı mənsub şəkilçisi. Şagird burada sözün kökü, bundan işimiz yoxdur. Deməli, bu nədir? İsmi birləşmədə bilirik ki, ismi birləşmədə hardan bilirik? Çünki əsas birinci tərəfdə ad bildirən söz, ikinci tərəfdə isə feil hissə şəkilçisi gəlib. Nədir bu? Üçüncü növ ismi birləşmə. Yəni təyin söz birləşməsi ilə ismi birləşmədə. Deməli, əsas tərəf ikinci, az tərəfdə birinci gəlib. Deməli, feil hissə şəkilçisi A-la yan-yana varsa, deməli, ismi birləşmənin əsas tərəfi kimi çıxış etdi. Sonra növbəti varianta baxaq. Bir də demişdik ki, asal tərəfi kimi də çıxış edə bilər. Məsələn, necə olacaq? Yazaq ki, oxuyanların arzusu. Baxaq. Yenə oxu sözün kökü, yan feil sifət, bunlarla bizim işimiz yoxdur. Arzu sözün kökü, sudakı mənsub şəkilçisi. Bildik, bu da nədir? Üçüncü növ təyinli söz birləşməsidir. Yəni ismi birləşmədir. Burada isə birinci tərəfdə gəldiyi üçün aslı tərəfdə gəlib. Deməli, feili sifət həm ismi, həm də feil birləşmə həm əsas, həm də aslı tərəfi kimi çıxış etdi. Buradan da sübut etdik fikrimizi. Baxaq görək feili birləşmədə necə olacaq. Məsələn, deyək ki, gözəl danışan. Baxaq. Bildik, gözəl danışan, danış sözün kökü, an da feil sifət şəkilçisi. Bildik, bu nədir? Bu feili birləşmədir. Gözəl danışan, feil birləşmədir. Çünki ikinci tərəfdə birinci tərəfdə heç bir şəkilçi yoxdur, ikinci tərəfdə feil sifət şəkilçisi işlənmişdir. Gözəl danışan. Deməli, bildik, bu nədir? Gözəl danışan sözü ikisi bir yerdə. Söz birləşməsidir, feili birləşmədir. Feil sifət şəkilçisi ikinci tərəfdə gəldiyi üçün deməli bildik ki, feili birləşmənin əsas tərəfi kimi çıxış etdi. Başqa bir misala baxaq. Məsələn, danışanı dinləmək. Deməli, danışanı dinləmək sözdə nədir? Feili birləşmədir. Çünki ikinci tərəfdə məstər şəkilçisi söz gəlibdir. Birinci tərəfə baxarsa, danış yenə sözün kökü, an, ı. Deməli, burada da an şəkilçisi, yəni feili sifət şəkilçisi işləmdir. Feili birləşmənin aslı tərəfi kimi çıxış etmişdir. Növbəti qaydamıza baxaq. Növbəti qayda odur ki, feili bağlama yalnız feili birləşmə daxilində işlədilə bilər. Bəli, yadınızda qalsın, feili bağlama ancaq feili birləşmə daxilində işlədilə bilər. Yəni, başqa cür heç cür olmaz. Həm əsas, həm də az tərəfdə çıxış edə bilər. Məsələn, yaxşı oxuduqca. Yəni, feili birləşmə, feili bağlama ismi birləşmə tərkibində ola bilməz. Ancaq feili birləşmə tərkibində olacaq. Yaxşı oxuduqca. Bilirik ki, oxu sözün kökü, duqca isə bir yer nədir? Feili bağlama şəkilçisidir. İkisi bir yerdə nədir? Feili birləşmədir və feili bağlama da gəlib, əsas tərəfdə gəlmişdir. İndi növbəti varianta baxaq. Oxuduqca gözəlləşir. Gözəlləşmək. Bəli, yenə də oxu sözün kökü, duqca nədir burada? Feili birləşmədir, feili bağlama şəkilçisidir. Oxuduqca gözəlləşmək də bir yer nədir? Feili birləşmədir. Burada da gördüyümüz kimi feili bağlama şəkilçisi hansı tərəfdədir? Birinci tərəf. Deməli, aslı tərəfdə çıxış elədi. Növbəti qaydamıza baxaq. Növbəti qaydamız feili bağlama ilə bağlıdır. Yadınızda qalsın ki, feil sifətinə və məsələ fərq qoyaraq feili bağlama isimləşmir. Heç vaxt isimləşmir. Cümlənin xəbəri olmur, yalnız zərfli olur. Növbəti qaydamıza baxaq. Görməmiş sözü ilə bağlıdır. Çox maraqlı bir sözdür. Diqqətlə qulaq asaq. Görməmiş sözü həm sifət, həm feili sifət, həm də feili bağlama kimi çıxış edə bilər. Necə olacaq?
Görməmiş sözü əgər xarakter bildirərsə, xarakter ifadə eləyərsə, sifət olacaq. Yəni burada necə olacaq? Yazaq. Görməmiş sözü ilə bağlı danışırıq da. Görməmiş sözü ilə bağlı. Deməli, xarakter ifadə eləyərsə, fe'li sifət olacaq. Misal yaz, fe'li sifət yox, üzr istəyirəm, sifət olacaq. Məsələn, o yaman görməmişdir. Bəli. Bunu yəni təzədən yazaq. O yaman görməmişdir. Nəysə. Deməli, bildik ki, burada görməmiş sözü bildik ki, görür ki, xarakter bildirir. Yəni onun kimdirsə o, deyək ki, məsələn də Hacı deyək. Deyək ki, məsələn, Həsən sözün qoyaq onun yerinə. Amma görməmişdir. Burada xarakter ifadə edir də. Görməmiş sözü xarakter ifadə edir. Bəli, Həsənin görməmişliyini ifadə elədi. Xarakter bilir. Onda söz necə kök şəkilçi ayrılacaq? Kök şəkilçi ayrılışı belə olacaq. Gör sözün kökü məmiş şəkilçisi nə olacaq? Bir yerdə nə? Leksik şəkilçi, deyir də ki, heç xəbər şəkilçisi olacaq. Deməli, gördüyümüz kimi xarakter ifadə elədiyi üçün nə olacaq görməmiş sözü? Sifət yerində çıxış edəcək. Başqa bir misal demişik ki, fe'li sifət də ola bilər. Fe'li sifət necə olacaq? Fe'li sifət olacaq. Xarakter ifadə eləmirsə fe'li sifət olacaq. Məsələn, bir dənə yazaq. O şəhəri görməmiş insanlar çox şey itiriblər. Bəli. O şəhəri görməmiş insanlar çox şey itiriblər. Görməmiş sözün burada da gördük. Sözün kökü nədir? Gör. Burada necə olacaq sözü? Gördük ki, ifadə baxaq. O şəhəri görməmiş insanlar çox şey itiriblər. Burada da xarakter bildirirmi? Xeyr, nə xarakter bildirəcək? Görməmiş. Bu deməli söz necə olacaq? Gör sözün kökü inkar şəkilçisi, miş-təki bilirik ki, keçmiş zaman mənalı fe'l sifət şəkilçisidir. Yaxud da bunu başqa cür elə bilərik. Məsələn, o şəhəri görməmiş insanlar çox şey edirlər. Bura görməyən insanlar çox şey edirlər deyə bilərikmi? Əlbəttə deyə bilərik. O şəhəri görməyən insanlar anın şəkilçisində an üstü 2 şəkilçisində bura qoya bilərik. O şəhəri görməyən insanlar çox şey itiriblər. Bəli, anın də bilirik ki, indiki zaman mənalı fe'l sifət şəkilçisidir. Bəli, əvəz eləmək oldu. Deməli, belə bu formada olduqda görməmiş sözü nə olacaq? Fe'li sifət şəkilçisi görməmiş sözü ümumiyyətlə fe'li sifət kimi götürüləcək. Bir də demişik ki, fe'li bağlama ola bilər. Fe'li bağlama olanda necə olur? Fe'li bağlama olanda isə inkarda olarsa fe'li bağlama olacaq. Məsələn, dərsini oxu. Yox, başqa bir şey yazaq. Qardaşını görməmiş getmə. Baxaq.
Qardaşını görməmiş getmə. Fikrimiz görməmiş sözü ilə bağlıdır. Baxaq, demişdik ki, inkar formasında olarsa feili bağlama formasında, feili bağlama olacaq. Burada inkar formasında bəli, qardaşı görməmiş getmə. İnkar formasında olacaq. Həm də başqa feil formasındadır. Həm də başqa feil bax. Bir də madan mamış şəkilsizlər sinonim şəkilsizlərdir. Madan şəkilçisini qoya bilərik mi bura? Madan mədən şəkilçisi bəli. Görmədən. Qoya bilərik mi? Əlbəttə qoya bilərik. Qardaşını görmədən getmə. Görməmiş getmə, görmədən getmə. Mədən şəkilçisindən əvəz eləyə bildik. Bəli, mədən şəkilçisindən də əvəz eləyə biliriksə, bu nədir? Feili bağlamadır. Görməmiş sözü feili bağlama kimi çıxış edəcək. Başqa bir. Görək başqa hansı qaydalarımız var? Evet, gör sözü kökü oldu burada da. Mamış da nə oldu? Bir yerdə feili bağlama şəkilçisi oldu. Başqa cür hansı qaydamız var? Hələlik, hörmətli izləyicilərimiz, hələlik izahlarımız bu qədər. Yenə də videolarımızın davamı gələcək. Davamlı videolarımızdan xəbərdar olmaq üçün videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Ümid edirik ki, videomuzu bəyəndiniz və nəyisə öyrəndiniz. Sağ olun. Növbəti videolarda görüşərik.